Değerli müştərilərimiz, mən bir məlumatı sizin nəzərinizə çatdırmaq istəyirəm. Bu günləri bir müştərimlə Nerjevika haqqında bir problemimiz yaranıb. Ona görə də mən çəkilişi aparıram ki, yəni bütün bu müştərilər bizdən duş kabinə sifariş edib, duş kabinə alan müştərilərə bir məlumatı çatdırmaq istəyirəm. Bu səbəblə yarandı ki, müştəri bizə dedi ki, niyə bu məlumatı bizə verməmişsiniz? O baxımdan mən bir məlumatı siz müştərilərin nəzərinə çatdırmaq istəyirik. Demək 13 sentyabr 2025-ci ildə biz duş kabinə yığdıq müştəri evində Gənclikdə. Bu günləri 15 sentyabr 2025-ci ildir. Müştəri mənə zəng vurdu ki, bəs mənim evimə yığdığım kabina pas atıb. O baxımdan mən müştərilərə buradan müraciət edirəm. Birinci növbədə biz yığdığımız duş kabinalar tam orijinal olur. Mən heç bir müştəri evinə Padelka Nerjevikadan istifadə eləmirəm. Bu mənim öz evimdir və öz evimdən çəkiliş aparıb siz müştərilərə tam məlumat vermək istəyirəm. Müştəri zəng vurdu ki, bəs 13 sentyabrda yığdığımız kabina 15 sentyabrda pas alıb, qaralıb. Mən də bu müştəriyə izahımı verdim ki, bizim duş kabinalar heç bir vaxtı bu Nerjevika qarala bilməz. Sadəcə Nerjevikanı yandırıcı maddələr, məsəl üçün kimya maddədən istifadə edərsinizsə, bu yana bilir. Və gəldim evimə, saat hardasa bu dəqiqə 12 radələrdir, yəni gecə radələrdir. Mən bu çəkilişi sadəcə paylaşım edirəm ki, bütün müştərilər, nəinki bizdən, başqa bir sifariş elədiyiniz hansısa bir şəxsdən kabina alarsınızsa, birinci növbədə orijinal Nerjevika heç vaxtı qaralmır. Və bu çəkilişi aparmağımda səbəb, mən gəlib 1-2 saat qabaq, mən bu evimdəki olan simistlərə, zəhmət olmasa yaxınlaş, evimdəki olan simistlərə, yəni duş kabinaya heyfim gəldi vurmağa və təmiz Nerjevika olan simisti telimə neti vuraraq bu vəziyyətə saldım. Baxın, net simistleri nə günə saldım. Yəni bu vəziyyətə düşmə səbəbləri sadəcə kimya maddədən istifadə olunmasıdır. Nəzərinizə çatdırıram. Yəni müştəri mənə sual verdi. Niyə məni məlumatlandırmadın ki, bu Nerjevika kimya maddə vurmaq olmaz? İnsanıq, yəni çox zənglər gəlir, unuduruq, müştəriyə hər bir xırdalığın məlumatını verə bilmirik. Bu çəkilişi onun üçün apardım. Əziz müştərilər, bundan sonra duş kabina, hansı duş kabina yığılarsa, diqqətinizdə saxlayın ki, duş kabina Nerjevikaya qətiyyən kimya maddə vurmaq olmaz. Kimya maddə nədir? Netdir, demək tozdur, belə bir şeylər var. Bunlardan istifadə eləmək olmaz. Duş kabinanızı yumaq istəyirsinizsə, sadəcə fer ilə. Bu duş kabinalara ehtiyac yoxdur. Bu duş kabinaların profilləri onsuz da ləkə saxlanır. Sadəcə olaraq ləkə saxlayarsa, baxımsızlıq olarsa, sadəcə bunu